Salam uşaqlar. Bu günləri DİM-in keçirdiyi 5-ci sınağa izahlarına baxacağıq. Belə deyim, ilk öncə çalışın suallara axıra qədər baxın və çalışın ki, həllinə baxmamışdan əvvəl dayandırıb sualı özünüz həll etməyə çalışın, sonra həllinə baxın. Bu tam qəbul imtahanına uyğun bir suallardansa. İndi başlayaq birinci sualımızdan. Deməli, birinci sualda bizə nə deyir? X-in koordinatın zamandan asılıq qrafiki verilib və deyir ki, tez zaman, bax bu tez zamanına uyğun hansı kəmiyyətlər sıfıra bərabərdir? Fikir versəz, 2 dənə hərəkət tənliyi var burada. Birincisinin hərəkətin qrafiki var, daha doğrusu bir də ikincisinin hərəkət qrafiki var. Təsvir olunub. Birincisi x ox istiqamətinə hərəkət edir, ikincisində x oxun əksinə. Və hər ikisi düzxətli bərabər sürətlə hərəkət edir. Deməli, düzxətli bərabər sürətli hərəkətdirsə ikisi də, biri x ox istiqamətinə düzxətli bərabər sürətlə, bir də x oxun əksinə. Onda birinci cismin təcili nə olacaq? 0 olacaq. İkinci cismin də təcili 0 olacaq. Bəli. İkinci cismin sürəti xeyr, 0 deyil. Çünki bərabər sürətli hərəkətdir. Hətta ikinci cismin sürətini yaza bilərik. V2 bərabərdir. X 0-dan. Fikir versəz, başlanğıc koordinat 40-dır. T müddətindən sonra koordinat olub 30, yəni son koordinat. 30 çıxaq onda 40, bölək T yazacaq, T0. Bu ikincisinin sürətidir. Birincisinin də sürətini yazsaydıq, 30 çıxaq 10 bölək T0. Yəni bu o deməkdir ki, ikincisinin sürəti 0 deyil, amma təcili 0-dır. Birincisinin ikincisimin nəzərən nisbi sürəti. Nisbi sürət əks istiqamətdə onda toplanılır uşaqlar. Birincisi x ox istiqamətində, ikincisi x oxun əksinə hərəkət edib, onda toplayacaq, deməli 0 ola bilməz. Cisimlər arasındakı məsafə, qrafiklərin kəsişdiyi nöqtədə cisimlər görüşür. Deməli, bunlar arasındakı məsafə 0-dır. Koordinat qrafiklərində, qrafiklərin kəsişmə nöqtəsində cisimlər görüşür. Görüşürsə, onlar arasındakı məsafə 0 olur. Deməli, 4 də düzdür. Bunu yadınızda saxlayın. Amma bu mütləq XT qrafik olmalıdır. VT qrafikində olmaz. VT qrafikində qrafiklərin kəsişdiyi nöqtədə sürətləri bərabər olur. Amma XT qrafikində qrafiklərin kəsişdiyi nöqtədə cisimlər görüşür. Yəni onlar arasındakı məsafə 0 olur. Deməli cavabımız A variantı. İkinci sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Eninə dalğa, uzunluğa dalğa. Mexaniki dalğalardır bunlar. Mexaniki dalğanın iki növü var. Eninə və uzunluğa olur. Eninə dalğalar bərk mühitlə, bir də mayələrin səthində yayılır. Uzunluğa dalğalar isə bütün mühitdə yayılır uşaqlar. Bir şey yadınızda saxlayın ki, mexaniki dalğalar vakuumda yayıla bilmir amma. Yəni, mexaniki dalğalar eninə dalğalarda, uzunluğa dalğalarda vakuumda yayılmır. Eninə dalğalar bərk mühitdə, mayələrin səthində, uzunluğa dalğalar isə bərkdə, mayələrdə, qazlarda yayılır. Deməli, bərk cisimlərdə yayıla bilir, hər ikisi bir ortaqdır. Qazlarda yayıla bilir uzunluğa dalğa. Bir mühitdən digərinə keçdikdə tezlik dəyişmir. Uşaqlar, dalğalar bir mühitdən digər mühitə keçəndə, bu mexaniki dalğalar üçün də keçərlidir, elektromagnetik dalğalar üçün də keçərlidir. Tezlik və period sabit qalır. Bu nə deməkdir? Məsələn, havadan suya keçir, sudan havaya keçir. Bu zaman tezlik və period dəyişməyəcək. Deməli, dəyişmir, hər ikisi üçün ödənilir. 2 yox, daha doğrusu 3 ortaqdır. Mühitin zərərçiləri rəqsi dalğanın yayılma istiqamətinə perpendikulardır. Eninə dalğalarda zərərçilərin hərəkəti dalğanın yayılmasına perpendikular, uzunluğa dalğalarda isə paralel olur. Onda 4 eninə dalğalara gələcək. Deməli, paralel olur uzunluğa dalğalarda, 5 də gələcək hara? Uzunluğa dalğalara. Cavab olacaq, deməli, Y variantı. Üçüncü, bir cins elektrik sahəsində elektrona təsir edən qüvvənin istiqaməti göstərilib. Həmin sahədə alfa zərrəcinə təsir edən qüvvənin modulu və istiqamətini tapın. Elektronun yükü elementar yükdür, mənfidir özdə. Elementar yükə bərabərdir. Alfa zərrəcinin yükü isə helyum-2 4 nüvələridir. Müsbət helyum-2 4 nüvəsidir alfa zərrəci. Deməli, alfa zərrəcinin yükü müsbət 2-yedir uşaqlar. Bunu yadımızda saxlayaq. Burada bir dənə yer açağın özümüzə. Deməli, bizim elektron budur. Bir cins elektrik sahəsinin intensivliyi deyəndə uşaqlar, bax, elektron mənfi yüklüdür. Elektronu sağa doğru qüvvə təsir eləyirsə uşaqlar, deməli bura müsbətdir.
Bəs bura nədir onda? Mənfidir. Elektrik sahəsinin intensivliyi müsbətdən başlayır, mənfiyə doğru yönəlir. Deməli, bizim elektrik sahəsinin intensivliyi xətləri bu istiqamətdə olacaq. Baxın, bu istiqamətdə yönəlir. Elektrik sahəsinin intensiv xətləri buradadır. Bu istiqamətdə, yəni sola doğru yönəlir. İndi mən bura bir alfa zərrəcik qoyum da, müsbət yüklü zərrəcik qoyuram. Müsbət yüklü zərrəciyə hansı istiqamətdə qüvvə təsir eləyər? Təbii ki, mənfiyə doğru. Deməli, alfa zərrəciyinə təsir edən qüvvə hayana doğru oldu? Sola doğru. Bəs alfa zərrəciyinə təsir edən qüvvənin ədədi qiymətini tapsaq, elektrik sahəsində yüklü zərrəciyə təsir edən qüvvə F bərabərdir Q-yedir. İndi elektrona təsir edən qüvvə yazanda Q elektron vuraq E yazacaq. Elektrik sahəsinin intensivliyidir. Elektron yükü nə idi? E idi. Yazıram elementar yükdür, yəni E vurulsun. E modulunu götürdüm. Bu da olacaq uşaqlar. Deməli F demişik buna, baxın. Burada özləri bizə F verib. Bəs alfa zərrəciyinə təsir edən qüvvəni yazsam, Q alfa vurulsun nə yazacaq? E. Alfa zərrəcinin yükü 2Y-yə bərabərdir. 2Y vurulsun. Elektrik sahəsinin intensivliyi E vuraq E-yə, böyüyə 1 F demişəmsə, onda bu olacaq 2F. Deməli, sola doğru 2F qüvvəsinə təsir edəcək. Sonra 4-cü sual. 4-cü sualda nə deyir bizə? Deyir ki, K və L cisimləri uyğun olaraq V və 2V ilə çevrə üzrə bərabər sürətlə eyni zamanda hərəkətə başlayıb. Yəni, hər ikisi eyni anda hərəkətə başlayıb. K cisimi bir tam dövr etdiyi müddətdə L cisimi neçə dövr edər? Bizə bu lazımdır. Çevrə üzrə hərəkətdə sürətin düsturu V bərabərdir 2pi R N bölək T-dir. İndi bizim deməli, K cisimi bir tam dövr edir. Yəni, NK nəyə bərabərdir? 1-ə. Bir tam dövr edib. N-li soruşur. Yəni, bu bir dəfə fırlanıb. Bax, bu K cisimi bir dəfə fırlanıb bura gələndə L neçə dəfə fırlanacaq, onu soruşur bizdən. Buradan N-i tapsaq, N nəyə bərabərdir? V vurulsun. T bölünsün 2pi R düsturunu yaza bilərik. İndi mən bunu K üçün yazanda, bura K yazsam, bura VK yazacağım, burada RK yazmalıyam. K'nın, yəni cismin, bu cismin radiusunu götürsək, neçə R götürəcək? 2R. Bəs sürəti nədir? V-dir. Onda V vuraq T bölək 2pi vuraq 2R yazıram bura. Bu da olur VT bölək 4pi R. Bax, buna bir dedik. Yəni, bu bir dəfə fırlandı da elə bir ki. VT bölək 4pi R bərabərdir 1-ə. Buradan NL-i yazsam, NL bərabərdir VL T bölək 2pi R L yazaram. V'limiz 2V'dir. 2V yazacağım. Vurulsun T. 2pi L'in radiusu ise R'dir. Yazacağım R. Buradan ikiləri ixtisar gedər. VT bölək nə olar? Pi R. İndi VT bölək 4 pi R 1-dirsə, VT bölək pi R isə nə verəcək bizə? 4. Deməli, K cismi bir dəfə fırlananda L cismi neçə dəfə fırlanacaq? 4 dəfə fırlanmış olacaqdır. Sonra 5-ci sual. 5-ci sual maraqlı sualdır. Buradan yerə çağım buna. İndi bizə nə deyir? Deyir ki, O nöqtəsində R məsafədə olan Q1, Q2 və Q3 nöqtəvi yüklərin eyni qədər nöqtəyə yaxınlaşdırılır. Bu zaman yüklərin O nöqtəsində yaratdıkları yekun elektrik sahəsinin intensivliyini, modulu və istiqaməti necə dəyişər? Gəlin baxaq. Birinci əvvəlki halımıza baxacağıq. Uşaqlar, müsbət yükdən elektrik sahəsinin intensivliyi çıxır, mənfiyə daxil olur. Baxıram, birinci Q1 yükümüz müsbətdir. Onda bunun O nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi özündən çıxacaq, yəni sağa doğru olacaq. Y1 sağa. Q2 də müsbətdir. Bunun yaratdığı elektrik sahəsinin intensivliyi isə sola doğru olacaq. Buna da bir Y2 deyəcəm. Q3 də müsbətdir. Özündən çıxırsa, bax, belə düşünək də. Burada bir müsbət yük varsa, məsələn, A nöqtəsində baxıramsa, bu özündən çıxır. A nöqtəsində götürürəm, bu şəkildə çəkirəm. Misal üçün, B nöqtəsində baxıramsa, yuxarıya doğrudur. Misal üçün, D-də baxsam, aşağıya doğru olacaq. Bax, bunu yadda saxlamaq lazımdır. İndi, buranı silək.
onda bizim üçüncü üçün də yaratdığı elektrik sahəsinin intensivliyi aşağıda olur. Y1 əks istiqamətlidir, çıxmalıyıq. Y1-in yaratdığı elektrik sahəsinin intensivliyi, yəni birinci Q1-in yaratdığı elektrik sahəsinin intensivliyi Y1 nəyə bərabərdir? K modulda Q bölünsün R kvadratıdır. Bu birincinin yaratdığı elektrik sahəsinin intensivliyi. İkincinin yaratdığı elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? Bəs K modulda Q bölünsün nə? R kvadratıdır. Deməli, Y1 ilə Y2 bir-birinə nə oldu? Bərabər oldu deyə bilərik. Bəs çıxıramsa, Y1 çıxaq Y2 onda nəyə bərabər olar? Əks istiqamətdə olduğunca sıfıra bərabər olacaq. Yəni bunlar bir-birini sıfırlayacaq. Bax, bunlar getdi işinə. Qaldı bir dənə Y3. Y3 aradı aşağı doğrudur. Və Y3 nəyə bərabərdir? K modulda 4Q bölək R kvadratıdır. Və aşağıdır. İndi bizə nə deyir? Deyir ki, bütün yükləri eyni qədər O nöqtəsinə yaxınlaşdırıram. Gəlin bunu şəkil üzərində təsəvvür edəyim. Bax, O nöqtəsi buradır. Mən bu Q3-ü gətirirəm, tutaq ki 0,5 yerə. Bax, gətirib qoyuram bura. Və buradan bura qədər olan məsafəyə də 0,5 yer deyirəm. Bax, bura 0,5 yerdir. Yəni 0,5 yer qədər yaxınlaşdırdım. Bu Q3-ümüzdür. Q3 bərabər 4Q-yə. Müsbət 4Q-dür. Eyni qaydada Q2-ni də gətirirəm uşaqlar. Bura. Q2 də bərabər Q-yə və 0,5 yer qədər yaxınlaşdırıram. Yəni sonraki məsafə 0,5 yer olur. Q1-i də yenə gətirirəm 0,5 yerə. Bu da Q1 də bərabərdir Q-yə. Belə deyə bilərik. Bu zaman baxsam, yenə Q1-in yaratdığı özündən çıxacaq. Müsbət yükdür. Y1. Q2-nin də yaratdığı yenə özündən çıxacaq. Buna da bir Y2 deyəcəyik. Bax, bu da Y2-mizdir. Y2-mizdir. Üçüncünün də yaratdığı yenə özündən çıxacaq. Yəni aşağıya doğru olacaq. Y3-dür. Y1 bərabərdir K Q bölünsün 0,5 R'in kvadratı. 0,5 R kvadratı. Y2 bərabərdir K Q bölünsün 0,5 R kvadratı. Bu da Y1 Y2'ye bərabərdir. Çıxıramsa, yenə Y1 çıxaq Y2 əks istiqamətdə olduğuna çıxdım və 0 oldu. Deməli, mənim əlimdə yenə Y3 qaldı. Və harada o? Aşağıdır. Əvvəl də aşağı idi, indi də aşağıdır. İstiqamət dəyişmədi. Bəs ədədi qiyməti tapanda necə tapacaq? Y3 bərabərdir K 4Q bölünsün 0,5 R'in kvadratı. 0,5 R'in kvadratı deyəcək 0,25 R kvadratı. 0,25 R kvadratı. Bunu da 0,25'i yaza bilərik 4'də 1, 4 də qalxar yuxarı olar. 4Q vuraq 4, 16Q bölək R kvadratı. Aha, ədədi qiyməti bu səfər oldu. K vuraq 16Q bölək R kvadratı. Əvvəl nə qədər idi? K vuraq 4Q bölək R kvadratı. Deməli, ədədi qiymət 4 dəfə artdı, istiqamət isə dəyişmədi. Deməli, ədədi qiyməti artar, istiqamətin olar, dəyişməzmiş. Olacaq C variantı. Sonra 6-cı sual. Nə deyir bizə? D tutumları eyni olan 4 kondensator şəkildəki kimi dövrəyə qoşulub. Yəni bunların hamısının tutumu eynidir. S kondensatorlardır. S4 və S1 tutumlu kondensatorların yüklər nisbətini tapın. Nə etməliyik burada? Buradan bir dənə yer açaq. İndi fikir verin bura. Bax, bu iki kondensator S1 ilə S2 ardıcıl birləşir. Ardıcıl birləşmədə yüklər sabit qalır. Yəni Q1 nəyə bərabərdir? Q2-yə bərabərdir. Bunu deyə bilərik. Bunu mən sadələşdirsəm, bax belə yaza biləcəm də. Ardıcıl birləşmədə ümumi tutumun tərs qiyməti ayrı-ayrı kondensatorların tərs qiymətinin cəminə bərabərdir. Əgər tutumlar eynidirsə, birinin tutumunu bölürsüz sayına. Deməli, yuxarının, yəni S1 ilə S2-nin əvəzinə bura mən bir dənə S bölək 2 tutumlu kondensator qoya bilərəm. Aşağıda yenə S4 kondensatorumuzdur. S4 nəyə bərabər? S-yə. S3'dür bu daha doğrusu. S3 bərabər S-yə. S4 də budur. Bu da S4'ümüzdür. O da S-yə bərabər. İndi bu
İkisi paralel birləşdi. Bax, bunlar necə birləşdi? Paralel. Bura dövrənin müsbət qütübüdür. Müsbətə bağlamışıq. Burada mənfidir. İndi yük buradan gəlir. Bir Q qədər yük gəlir. Buradan Q1 keçir. Buradan da Q2 keçsin. Belə düşünəyin. İndi paralel birləşmədə o konstantdır. O sabitdir. Konstantdır. Q bərabərdir. CU-dur. O sabitsə Q ilə necə asıldır? Düz asıldır. Fikir verirəm ki, yuxarının tutumu aşağının tutumundan 2 dəfə azdır. Onda Q ilə düz asılıdırsa, aşağıdan keçən yük, yuxarıdan keçən yükdən 2 dəfə çox olacaq. Yəni, Q2 bərabər nəyə? 2Q1 deyə bilərəm buradan. Və buradan da belə bir nəticəyə gəlirəm ki, bax, Q1-ə bir Q desəm, Q2 onda neçə olacaq? 2Q olacaqdır. Deməli, birinci kondensatorun yükünə bir Q tapdıq. Bəs dördüncü kondensatordan yük buradan Q qədər yük gəlir, buradan da 2Q gəldi. Onda 4-dən neçə Q keçəcək? 3Q keçəcək. Deməli, Q4 nəyə bərabərdir? 3Q-yə. Bəs Q4 bölək Q1 soruşur bizdən. 3Q bölək Q, bu da bizə verəcək 3-ü. Cavab Y variantı. Davam eləyəyin. Y variantı. Sonra toplayıcı linza vasitəsilə cismin özü boyda həqiqi xəyal alınmışdır. Linzanın optik qüvvəsini 2 dəfə böyük olan digər toplayıcı linza ilə əvəz etdikdə cismin xəyalı necə alınar? Buradan bir dənə yer açağın. İndi bura bir toplayıcı linza qoyduq biz. Bu bizim toplayıcı linzamızdır. Bu toplayıcı linzadır. Ümumiyyətcə, toplayıcı linzada cismin özü boyda həqiqi xəyal alınması üçün bu toplayıcı linzanın baş fokus nöqtəsi, baş optik oxudur. Bu isə baş fokus nöqtəsidir. Bura isə iki qat fokus nöqtəsidir. Linzada, toplayıcı linzada özü boyda həqiqi xəyal alınması üçün cisim 2F-də olmalıdır. Bax, cisim məsafəsi 2F-ə bərabər olanda xəyalda 2F-də olacaqdır. Yəni, biz cisimi burada qoyuruq. Alınan xəyal da birini paralel göndərir şuanın. Paralel gələn şua F-dən keçir. Bu şəkildə. Birində linzanın mərkəzi göndərib. Bu da buradan keçir. Bax, təqribən burada alınır xəyal. Düzgün çəkmək lazım. Məsafələri düz götürmək lazımdır orada. Bax, bura 2F-dir də. Belə düşünəyin. Bura 2F-dir. Ah, burada 2F. Bax, bura deyil. Aha, 2F buradır. Bura. Bu bizim xəyalımızdır. Alınan xəyal həqiqi və özü boydadır. Mən indi burada bizə şərtdə verib ki, deyir ki, linzanın optik qüvvəsini 2 dəfə artırıram. Linzanın optik qüvvəsinin düsturu D bərabər 1 bölək F-dir. Bu 2 dəfə artması üçün baş fokus məsafəsi 2 dəfə nə etməlidir? Azalmalıdır. Yəni, mən gətirəcəyim linza, burada baş fokus məsafəsi 2 dəfə kiçikdir birincidən. Belə düşün də, bax, tutalım ki, birinci linzanın baş fokus məsafəsi tutaq ki, 20 cm idi. Onda ikinci linzanın gətirdiyimiz, ikinci linzanın baş fokus məsafəsi nə qədər olacaq? F2-miz bərabər olacaq 10 cm. 2 dəfə azalmalıdır çünki. Bunu deyə bilərik buradan biz. Bura F, bura 2F-dir. Bəs bizim cisimimiz əvvəl harada yerləşmişdi? 2F-də yerləşməmişdi. O, yəni 40 cm yerləşmişdi. Başqa sözlə 2F-də idi. İndi bəs mən bunu belə deyək də 2 dəfə nə elədim? Azaltdım. Baş fokus məsafəsini 2 dəfə azaltdım. Yenə mənim cisimim harada yerləşməlidir? 40 cm-də yerləşməlidir da. Bəs bu zaman bu 40 cm, əvvəl 40 cm 2 qat fokusuydu. Amma ikinci linzada bu 40 cm 4F-ə düşəcəkdir. Çünki hər F-imiz nə qədərdir? 10 cm olmadı. 10, 20, bura 3F, 30, deməli 4F-də oldu bu səfər. Və buradan bir dənə paralel göndərik şuanı. Paralel göndərdiyimiz şua F-dən keçir. Bu şəkildə birini də nə edəcəyik uşaqlar? Mərkəzə göndərəcəyik. Mərkəzdən göndərdiyimiz şua da belə keçəcək. Və alınan xəyal burada olacaq uşaqlar. F-ilə 2F-in arasında alınacaq. Cisim məsafəsi ümumiyyətcə 2F-dən, belə deyək, 2 qat fokusun arxasında yerləşirsə, yəni 2F-dən böyükdürsə, alınan xəyal kiçildilmiş və həqiqi xəyal olur. Deməli, əvvəl
həqiqi özü boyda xəyal idi. Bu səfər necə oldu? Kiçildilmiş həqiqi xəyal oldu. Həqiqi və kiçildilmiş xəyal, ona görə də Y variantı olacaq. Sonra 8-ci sual. 8-ci sual bizə nə deyir? Deməli, deyir ki, induktivlik 0,4 Henry olan sarğasdan keçən elektrik yükünün zamandan asılı qrafiki verilib. Sarğasdan keçən maqnit selini deyir tapın bizə. Maqnit sel deyir nəyə bərabərdir? Maqnit selin düsturu fi bərabərdir L-idir. Mən L-i bilirəm. L 0,4'dür. I lazımdır. Bəs I nəyə bərabərdir? Q bölək T'dir. Q'ümüz 4 saniyədə 12 olub. Zaman da 4'dür. Onu da gətirib yerinə qoysam 12 bölək 4 yazaram. 3 alarıq buradan da. Gətirib 3'ə vursam 1,2 Weber alacaq. Deməli, cavab 1,2 Weber imiş. Doqquzuncu sual maraqlı sualdır. Deməli, 9-cu sualda nə edəcəyik? Ümumiyyətcə, naqili maqnit sahəsində hərəkət elətdirəndə induksiya cəryanı yaranır. Cəryan yaranırsa, orada bir induksiya elektrik hərəkət qüvvəsi də olmalıdır. İndi burada və həmin o induksiya cəryan istiqaməti sağ əllə təyin olunur. Sağ əllə təyin eləyəcək. Sağ əlimizi elə tutacaq ki, B induksiya vektoru sağ əlin belə deyək, ovucuna daxil olsun. Baş barmaq surəti göstərir. 4 barmaq isə nə göstərəcək? Cəryan istiqaməti. Gəlin bir-bir hamısını da təyin eləyək. Fikir verin. İnduksiyamız X-dir. İnduksiya nədir? X-dir. B X-dir. X nə deməkdir? Bizdən şəkil müstəvisinə doğru. Onda mən sağ əlimi elə tutmalıyam ki, induksiya ovucuma daxil olsun. Yəni sağ əlin içi özümüzə baxmalıdır şəkil müstəvisindən. Və baş barmaqlar olmalıdır sürətin istiqamətində. Birinciyə baxıram. Deməli, sağ əlimin içi özümə baxır, baş barmağım aşağı baxacaq. Onda 4 barmaq sağa doğru olur. Deməli, burada yaranan induksiya cəryanı sağa doğru olur. İkinciyə baxsam, yenə sağ əlin ovucu özümə baxmalıdır. Baş barmaq sürət istiqamətində, yəni başqa sözlə sola doğru olur. Bəs o zaman necə olacaq? 4 barmaq da yuxarı olacaq. Bunu özünüz tutmağa çalışın. Sağ əliniz özünüzə baxsın. Baş barmağınız sağa doğru olsun. 4 barmaq onda nə olacaq uşaqlar? Yuxarı olacaq. Burada da yaranan induksiya cəryanı yuxarıya oldu. İndi gəlirik 3-ə. 3-də tutanda baş barmaq yuxarı, sağ əlin ovucu da özümüzə baxır. Onda 4 barmaq xayan oldu sola doğru. Bax, burada cəryan yaranmayacaq da uşaqlar. Elektronlar bu tərəfə gedə bilməyəcək axı. Belə deyək də, naqilin uzunluğu istiqamətində olmadı. Eyni istiqamətlə hərəkət eləməyə başlayacaq. O da yaranmayacaq orada cəryan. Onda EHG-nin düsturu maqnit sahəsində hərəkət edən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin düsturu B, V, L sinus alfadır. Alfa nədir burada? V ilə belə deyək, deməli, V ilə induksiya arasında qalan bucaqdır. Fikir versəz, surətlə induksiya arasında qalan bucaq 90 dərəcədir. Onda sinus nəyə bərabərdir? 1-ə bərabərdir. BV ilə olacaq. Birinci üçün yazsam BV ilə yazacağım. Naqillərin uzunluğu eynidir, sürətlər də eynidir. İkinci üçün yazsam yenə B vurulsun, V vurulsun, L yazacağım. Bir cism maqnit sahəsidir, B'lər sabitdir. Naqilin uzunluqları eynidir, şərtdə verib bizə və sürətlər də eynidir hamısında. Üçüncüdə isə nəyə bərabərdir? 0-a bərabərdir. Deməli, epsilon 1 bərabərdir. Epsilon 2, epsilon 3 isə nə oldu? 0 oldu. Burada olacaq cavabımız epsilon 1, epsilon 2'ye bərabər oldu. 3, 0. Bu da epsilon 1, epsilon 2'ye bərabər hansı cavabdır? D variantı. Bir dəqiqə. Bir də baxaq, bu ikinci naqildir, bu birinci naqildir, bu da üçüncü naqildir. 3'də 0 oldu. Mən Y variantı deyə bilərəm. Digər tərəfdən C variantı da deyə bilərik. Olar. Sonra A olmaz. Epsilon 1, epsilon 2'ye bərabər olsun. Epsilon 3 də 0'a bərabər olmalıdır. D variantı uyğun gəlmir. Çünki D variantında
D variantı ona görə uyğun gəlmir ki, D variantında hamısını 0 götürüblər. O olmaz. C variantı. Bir saatdə bu C variantında bunu 3 kimi oxuyuram. Üzrlü sayın uşaqlar. C variantı. Bəli. Davam eləyək. Sonra 10-cu sual. Sistemdir, bloklar sistemidir. Bir tərpənən blok var, bir tərpənməz blok var. Deməli, qüvvədə 2 dəfə qazanc verir. Bunu başqa cürdə ifadə edirik. Bax, burada yaranan gərilmə qüvvəsinə bir T deyirəm. T bərabərdir. Bunu aşağı doğru dartan M1J-dir. Deməli, T bərabərdir M1J-yə. Eyni ipdir, eyni gərilmə qüvvəsi yaranma prinsipinə görə. Onda biz burada da yaranan gərilmə qüvvəsinə bir T deyə bilərik. T deyə bilərik. Burada da yaranan gərilmə qüvvəsi T-dir. Aha, T. Onda bu cismi neçədən ip tarazıda saxlayır? Bax, bu 2 ip tarazıda saxlayır. Yuxarı doğru təsir edən qüvvələr nədir? T, 2T bərabərdir. Aşağı doğru dartan hansı qüvvədir? M2J-yə. 2T bərabərdir M2J-yə. Buradan T-nin yerinə yazarıq M1J. Olar 2M1J bərabərdir M2J-yə. Və buradan da alırıq ki, M2 bərabərdir nəyə? M2 bərabərdir 2M1-ə. Bunu dedik. Digər tərəfdən bizə deyir ki, bax, bu sistem 2 dəfə qazanc verdi və bizə deyir ki, ikinci cismin kinetik enerjisi Y-yə bərabərdir. Yəni, Y2 bərabər nəyə? Bunu verib bizə şərtdə 7 və bizdən nəyə soruşur? Y1. Y1 bərabər suala. Kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. mv kvadratı bölü 2. Mən ikinci üçün yazıramsa m2 v2 kvadratı bölü 2 yazsam. İndi biz burada sürəti də ifadə eləməliyik. Qüvvədə 2 dəfə qazanc versə, məsafədə 2 dəfə itirməlidir. Yəni, burada, belə düşün də, H1 bərabərdir 2H2-yə. V1 də bərabərdir 2V2-yə. Deməli, burada biz qeyd edə bilərik ki, V1 nəyə bərabərdir? 2V2-yə. Yəni, biz cismi, ikinci cismi 5 metr bölü saniyə sürətini yuxarı qaldırmaq üçün birinci 10 metr bölü saniyə sürətini aşağı dartmalıyıq. Aha, bəs buna bir Y dedik. Onda Y1 üçün yazsam, birinci soruş. M1 V1 kvadratı bölü 2 yazalım. Buradan baxıram ki, M1'imiz, M2 bərabər 2M1-dirsə, M1 nəyə bərabərdir? M2 bölü 2-dir. Onda yazıram ki, M1 yerinə M2 bölü 2. Digər tərəfdən, V1'imiz 2V2. Gətirib V1'in yerinə 2V2 qoysam, kvadrata yüksəlsəm olacaq 4V2 kvadratı, 4V2 kvadratı. Tamam. Deməli, M1'in yerinə də yazdım. M2 bölü 2. Bir dənə də düsturun özündə 2 var. Bunu da yazarım bura. Bu 2'lərlə bu 4 ixtisar getdi. Qaldı nə? M2 V2 kvadratı. Baxın, M2 V2 kvadratı bölü 2 bizə yeni verirsə, bəs M2 V2 kvadratı nəyi verər bizə? Onda 2 yeni verəcək də. 2 dəfə nə olmalıdır? Çox olmalıdır. Baxağın, səhvliyimiz olmadı. Deməli, V1'in yerinə yazdıq 2V2 kvadratı yüksəltdik oldu 4V2 kvadratı. M1'in də yerinə yazdıq nə? Deməli, M1'in də yerinə yazdıq M2 bölü 2. 2 düsturda var idi. Bəli, düzdür. Oldu deməli. Hansı variant? C variantı olacaqdır. Sonra 11-ci sual maraqlı sualdır. Qəbula düşə biləcək bir sualdır. Bu tipli qəbula sual sala bilərlər. Deməli, bizə nə deyir şərtdə? Deyir ki, sabit gərginlik mənbəyi mənbəyinin xəstələrinin birini B nöqtəsinə açıb D nöqtəsinə birləşdirsək, dövrədə ayrılan güc nəyə bərabər? Bax, gəlin belə təsəvvür eləyin. Bura müsbət, bura mənfidir. İndi cəryan müsbətdən gəlir əvvəlcə. Bax, buradan 2 yerə bölünür. Bir hissəsi buradan keçir bu şəkildə. Belə gəlir. Bir hissəsi də buradan gəlib. Buradan birləşib gedirlər mənfi qütbə. Onda fikir versək, bax, bu 3 dənə rezistor necə birləşdi? Ardıcıl. Bəs bu onlara necə birləşdi? Paralel birləşdi. Deməli, əvvəlcə dövrənin ümumi müqaviməti birinci halda nəyə bərabərdir? Bax, bu üçü ardıcıldır. Ardıcıl birləşmədə R-lər toplanır. Bu isə onlara nədir? Paralel birləşibdir. Deməli, bunun ekvivalent dövrəsini belə yaza bilərik. Fikir verin bura. Ekvivalentin yazsam bu şəkildə yazacağıq.
Bax, yuxarıda bir dənə R var, aşağıda da 3 dənə R'imiz var idi. Bax, belə idi əvvəlcə. Bu şəkildə birləşir. Hamısı müqavimətdə R-dir. R. Buranın ümumi müqavimət necədir? 3R-dir. 3R R-ə necə birləşdi? Paralel. Paralel birləşmədə ümumi müqavimət R1 vuraq R2 bölək R1 plus R2 düsturu ilə tapırıq. Onda 3R vuraq R bölək 3R plus R. R-lərin biri ixtisar gedəcək. Olacaq. Deməli 3R bölək 4. 4-də 3R-dir. İndi bizə deyir ki, ikinci halda nə edirəm? Bax, biz bunu B-dən ayırıb, gətirib D-yə birləşdiririk. Bəs B-dən ayırıb D-yə birləşdirəndə necə olacaq bu? B-dən ayırıb D-yə birləşdirdik. Bax, bura. Bu hissəyə birləşdirdik. Bax, D nöqtəsinə birləşdirdik buranı. Sərgəni çəkək bunu. Bura birləşdirdik. İndi mənfi qütub bu, yenə müsbət qütub bura oldu. Cəryan bu səfər də yenə buradan gəlir. Bax, bir hissəsi buradan ayrılıb keçəcək, bir hissəsi də buradan. Buradan gələcək cəryan, bir də buradan gələcək. Bu zaman fikir versək, bu iki R bir-birinə ardıcıl. Bu iki R də bir-birinə ardıcıl birləşdi. Amma bu iki R ilə bu iki R, yəni bu rezistorlarla, bu iki rezistorla, bu iki rezistor bir-birinə paralel birləşdi. Bu zaman biz dövrənin ekvivalent dövrəsini çəksək, belə olacaq uşaqlar. Deməli, yuxarıda bu iki dənə R-lər ardıcıl oldu. Bu şəkildə yazaram. Aşağıdakı, bax, bu iki R də bir-birinə ardıcıl oldu. Belə yazacaq. Belə birləşdi. R dedik. Yuxarının ümumi müqaviməti 2R-dir. Aşağının da ümumi müqaviməti 2R oldu. Bəs paralel birləşib, paralel birləşmədə, bax, bu ikisi ardıcıl, bu ikisi də ardıcıl. Bu ikisi ilə bu ikisi necə oldu? Paralel. Paralel birləşmədə müqavimətlər eyni olarsa, birinin müqavimətini bölürsünüz sayına. Elə bir ki, bu iki dənədir də, bax, bunun ekvivalenti bu da. Bu 2R, bir də aşağıda bir 2R rezistorumuz var. 2R. 2 rezistor oldu. Və birin müqaviməti, hər birin müqaviməti necədir? 2R-dir. 2R böləcək nəyə? 2-yə olacaq R. Deməli, ikinci halda R ümumi 2 halda, yəni D-yə birləşdirəndə ümumi müqavimət nə oldu? R bölək, elə R oldu. 2R bölək 2, bu da oldu R. Bunu bildik. İndi bizə nə lazımdır burada? Deyir ki, güc necə dəyişir? Əvvəlcə, bax, o sabitdir, sabit cəzimdən bəri. P1 halında o kvadratı bölək R-dir. R-imiz nə qədərdir? 4-də 3R. Böləcək 4-də 3-ə, 4 qalxacaq yuxarı, 3R aşağıda qalacaq. Budur. İkinci halda isə P2 bərabərdir, o sabitdir. O kvadratı bölək, yazacağım. İndi necə dəyişdirdirsə, tapmaq üçün nə edəcək uşaqlar? İkinciyi böləcəm birinciyə. Bu 3-də 4 dəfə nə elədi? Azaldı. 3-də 4 dəfə azalıb, nə oldu? Bunu 3-də 4-ə bölsəm, 3-də 4-lər xısa gedəcək, qalacaq nə? O kvadratı bölək R. 3-də 4 dəfə azalmaq deməkdir. P2 bölüm P1-ə düşüyor. 3-də 4 dəfə azaldı. Yəni, necə dəyişməni tapmaq üçün, neçə dəfə dəyişdiyini tapmaq üçün sonu bölməlisiniz nəyə? Başlanğıca. Bu həmişə keçərlidir. 12-ci sual. 12-ci sualda bizə nə deyir? Deyir, dövrəyə qoşulmuş lampalardan heç biri közərmir. Sabit gərginlik mənbəyinin qütüblərini dəyişdikdə hansı lampa közərər və ya lampalar? İndi, baxın, yarım keçirici dioddur. Yarım keçirici diod hər zaman iti ucu istiqamətində cəryanı buraxır. Yəni, bu istiqamətdə gedən cəryanı buraxacaq bu. Amma bu istiqamətdə gələn cəryan nədir? Buraxmır. Tamam. İndi fikir versək, bax, bu lampaların heç biri yanmır. Deməli, cəryan, bax, buradan gələn cəryan keçə bilməz. Buradan da gələn cəryan keçmir. Deməli, bura müsbət imiş, bura mənfidir. Əgər əksi olsaydı, 2-yə 3 yanardı. Çünki buradan gələn cəryan buradan keçib gedərdi. Deməli, bura müsbət, bura mənfidir. İndi biz qütübü dəyişiriksə, qütüblərin yerini dəyişəndə bura mənfi olacaq, bura müsbət olacaq. Bu səfər cəryan bu istiqamətdən gələcək. Buradan gələn cəryan, bax, bu yarım keçirici diod, bu istiqamətdə gedən cəryanı buraxacaq. Buraxır, 3-dən keçəcək, deməli 2-yə 3 yandı. Gəlir bura cəryan, bu yarım keçirici diod buraxmayacaq. Çünki diod hər zaman iti ucu istiqamətinə buraxır. Bu dioddan cəryan keçə bilmədiyinə görə bir lampası nədir? Yanmayacaq. 2-yə 3 yanacaq.
Sonra 13-cü sual. 13-cü sual bizə nə deyir? Deyir ki, impulsları P1 və P2 olan iki cisim sabit sürətlə hərəkət edir. Yəni, bərabər sürətlə hərəkət edir. Hər ikisi bərabər sürətlə hərəkət edir. Və bizə deyir ki, K nöqtəsində mütləq qeyri-elastik toqquşurlar. Toqquşmadan sonra sistemin impulsunun proyeksiyalarını hesablayın. Yəni, qeyri-elastik toqquşursa burada impuls saxlanır. Bunu deyə bilərik biz. Tamam. İndi qeyri-elastik toqquşdular. Bax, bu nöqtədə burada toqquşurlar bunlar. Bax, birləşirlər, bir yerdə hərəkət edirlər. Bax, bu K nöqtəsində toqquşub bir yerdə hərəkət edəcəklər. Bəs bir yerdə hərəkət edirsə, dedik ki, qeyri-elastik toqquşub impulsun saxlanma qanunu ödənilməlidir. Yəni, bu nə deməkdir? Əvvəlki impuls bərabər olmalıdır P sona. Onda yaza bilərəm P əvvəlki X bərabər nəyə? P sona. Əvvəlki nədir? Toqquşmadan əvvəlki impulsdur. P son isə toqquşmadan sonraki impulsdur. P əvvəlkin X ox üzrə proyeksiyalarını yazsam, P1X üstəcərək P2X bərabər nəyə? P son yazacaq. P1X-imiz. Bax, P1-in X ox üzrə proyeksiyası buradır. Budur. Bu birincinin X ox üzrə proyeksiyasıdır. P1X deyə bilərik buna. P2-nin də X ox üzrə proyeksiyası buradır. Bu da P2X-dir. Onda P1X proyeksiyanı tapanda sondan baş çıxırıq. 20 sonudur, oxulandı. 0 isə başlanğıcdır. Onda P1X-imiz nə qədər olacaq? P1X bərabərdir. 20 çıxaq 0 oldu 20. P2X-imiz nəyə bərabərdir bəs? P2X-imiz bərabərdir. Başlanğıcı 60, sonu 50-dir. 60 çıxaq 50 oldu mənfi 10. Mənfi 10, bu da 20. Gətirib burada nəzərə alsam, P1X-in yerinə yazacağam 20. Baxın, 20. P2X-in yerinə yazacağım nə? Mənfi 10 çıxaq 10 bərabərdir P sona. Onda P son nəyə bərabərdir? 10-a. Deməli, sonun X ox üzrə proyeksiyası 10-dur. Bu X ox üzrə proyeksiyadır. Bəs Y ox üzrə proyeksiyasını yazsam, P əvvəlki Y bərabərdir. P son Y yazacaq. P əvvəlki Y-in yerinə P1Y, ikinci cisimli üstəcək P2Y bərabərdir P son Y-ə. Bir dənə cisimli birləşib bir yerdə hərəkət edirlər. P1Y-imizi tapsaq, birincinin Y ox üzrə proyeksiyası budur, uşaqlar. Aha, bunu deyə bilərik. Bu P1Y-imizdir. P1Y-dir. İkincinin Y ox üzrə proyeksiyası da bax buradır. Bax bu hissə. Yəni, bura kimi göstərə bilərəm burada. P2Y qarışmasın deyə buradan yazdım. P2Y. Bəs P1Y tapanda yenə sondan baş çıxacaq. Son neçədir? 30. Başlanğıc neçədir? 10-dur. Onda P1Y-imiz bərabərdir. 30 çıxaq 10. Oldu neçə? 10. P2Y tapanda yenə eyni qaydada. Hardan çıxacam? Sondan başı. Fikir verin. Son ara düşüb 20-yə. Başlanğıc aradı 10-dur. Onda P2Y-imiz də bərabərdir. Deməli, 20 çıxılsın 10. Bu da, bu 20 olacaq. 30-dan 10 çıxanda 20-dir. Bu isə 10 oldu. Gətirib yerinə qoysam, 20 üstəcərək 10. Onda P son Y bərabərdir nəyə? 30-a. Deməli, toqquşmadan sonra cisimlərin Y ox üzrə proyeksiyasının, impulsun proyeksiyası 30, X ox üzrə proyeksiyası neçə oldu? 10 oldu. Deməli, 10, 30 C variantı. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, həm X ox üzrə, həm də Y ox üzrə nədir? Proyeksiyaları sabitdir. Üzr istəyirəm, sabit deyirəm, müsbətdir. Yəni, hər ikisi nədir? Müsbətdir. Onda bu cisimlər toqquşmadan sonra bax, belə bir trayektoriya çizəcəklər. Yəni, ikisi də belə toqquşub, toqquşmadan sonra bu istiqamətdə hərəkət edəcəklər. Davam edəyək. 14-cü sual. 14-cü sualda bizə nə deyir? Gəlin ona baxağın. Burada yer açağın. Deməli, bizə deyir ki, Q1 müsbət Q-dür. Q2 isə və Q2 yükləri tərəfindən Q0 yükünə bir təsir edən Coulomb qüvvəsinin əvəzləyicisinin təsviri göstərilmişdir. Yəni, bax, bizim bu Q0-a Q1 və Q2 bir təsir eləyir. Həmin bu iki yüklü zərəcinin təsiri nəticəsində bir əvəzləyici qüvvə olur uşaqlar. Bax, Q1 bunu
indi əvəzləyici qüvvənin bu istiqamətdə olması üçün kübrin təsir etdiyi qüvvə bu istiqamətdə olmalıdır. Q2-nin təsir etdiyi qüvvə də bu istiqamətdə olmalıdır ki, nədir? Əvəzləyici qüvvə bu şəkildə yönəlsin. Və burada bir şey diqqətli olmalıyıq uşaqlar. Fikir versəz, əvəzləyici qüvvə kvadratın bir diaqonalına bərabərdir. Yəni bu nə deməkdir uşaqlar? Onda F1 ilə F2 bir-birinə bərabər olmalıdır. Bax belə düşünəyin uşaqlar. Burada bir dənə kvadrat götürəyin. Bax, F1-imiz budur, təsəvvür eləyin. F1-imiz budur. F2-miz də bu olsun. Bax, F2 də budur. Onda bu ikisinin ümumiyyətcə vektorun uzunluğu onun həm də ədədi qiymətini göstərir. Əvəzləyicisi bax bu şəkildə olmalıdır. Diaqonala bərabər olmalıdır. F1 F2-yə bərabərdirsə əgər. Bərabərsə bu olacaq. Əgər F2 F1-dən böyük olsaydı, bax belə düşünün. F2 tutaq ki F1-dən böyük olsaydı, bu F1, bu da F2. Bu ikisinin əvəzləyicisi bax bu şəkildə yönələcəkdi. F2-yə daha yaxın gedəcəkdi uşaqlar. Yox, F1 böyük olsaydı bu şəkildə gedərdi. Ona görə bu tam diaqonaldan keçibsə, deməli F1 F2-yə bərabərdir. Bunu deyə bilərik. Bu qaydadan istifadə edəcəyik. Çünki F1 F2-yə nə olmalıdır burada? Bərabər olmalıdır. Buranı silək. F1 F2-yə nə oldu dedik? Bərabər oldu. Ədədi qiymətləri bərabərdir bunların. Bax, bu şəkildə yazacaq. İndi F1-in Q0-a təsir etdiyi qüvvəni yaz. Bir də nəyə baxağın? İşarəsini tapağın. Q1-imiz müsbətdir. Q2-nin işarəsini tapağın. Bax, Q1 müsbətdirsə, Q0 mənfidir. Niyə mənfidir? Çünki əks işarəli yüklər bir-birini cəzb eləyir. Q1 bunu hara doğru da artır? Yuxarı doğru da artır. Onda Q0 mənfi olmalıdır ki, neyəsin? Onu cəzb eləsin. Q0 mənfidir. Q2 görürəm ki, bunu özünə doğru dartır. Cəzb eləyir özünə doğru. Deməli, Q2-miz də nədir? Müsbətdir. Qaldı bizdə ədədi qiymət. Ədədi qiyməti necə tapacaq? F1 yazsam, F1 bərabərdir. K modulda Q1. Q1-i nə veriblər? Q veriblər. Q0 bölək 2 damadır. Hər damaya bir, belə deyək də, 1 qəbul edirəm. Onda 2 damadsa 2 olacaq. Kvadratda 4. K, Q1, Q2 bölək R kvadratda 4 yazacaq. F2, buna bir F deyən gəlin. F2-ni yazsam bəs, F2 nəyə bərabərdir? K modulda Q2 vurulsun Q0. Çünki bu ikisi arasındakı qüvvətdə Q0 ilə Q2 arasında qüvvədir. Q0 bölünsün neçə damadır? 4 damadır. Onun da kvadratı neçə olacaq? 16 olacaqdır. Çünki hər bir damaya mən 1 qəbul elədim burada. 16 oldu. Buradan axı F1-dən F2 bərabərdir. Axı bu da F-ə bərabər olmalıdır onda. Onda mən gətirib bu ifadəni belə yaza bilərəm. Bax, fikir verin. Belə yazağın. K, Q2, Q0 bölək 16 bərabərdir. Nəyə ilə? K modulda Q, vuraq Q0 bölək 4-ə. Bu K-ları buradan ixtisar eləyərik. Bu K-lar getdi. Q0-lar ixtisar getdi. 4 ilə 16-yı da ixtisar elədim. Burada 4 qaldı. Onda nə aldım? Q2 bölək 4 bərabərdir nəyə? Q-yə. Onda Q2 nəyə bərabərdir? 4-yə. Və müsbət 4. Cavab olacaq ona görə də C variantı. Davam eləyək. Deməli, buradakı sualı silmişik. Cavabı burada nə tapdıq? C variantı tapdıq. 15. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Açar sözlərin bəzilərinə şəkilçə əlavə etmək olar. Tamam. Birləşdirilmədə dövrənin tam müqaviməti bu dövrənin ayrı-ayrı hissəsinin müqavimətlərinin cəminə bərabərdir. Müqaviməti o vaxt toplayırdıq ki, ardıcıl birləşmədə. Ardıcıl birləşmədə ümumi müqavimət ayrı-ayrı rezistorların müqavimətin cəminə bərabərdir. Paraleldə isə ümumi müqavimətin tərs qiyməti ayrı-ayrı rezistorların tərs qiymətin cəminə bərabərdir. Deməli, burada bizə deyir ki, tam müqavimət bu dövrənin ayrı-ayrı hissələrinin müqavimətinin cəminə bərabərdir. Deməli, bu ardıcıl birləşmədir. Bura 2 gəlməlidir. Belə birləşdirilmiş naqillərdə cəryan keçdikdə ayrılan istilik miqdarı bu naqillərin hər birinin müqaviməti ilə düz mütənasibdir. Niyə? Çünki Q bərabərdir
i kvadratı r tezüstürlüğünə görə düz asıldı deyə bilərik. Burada oldu 4. Sonra mütənasib və dövrənin istənilən hissəsində cəryan eyni olur. Ardıcıl birləşmədə cəryan sabitdir, paraleldə gərginlik. Deməli, cəryan şiddəti eyni olur. Bu da 5. Birləşdirilmiş naqillərin hər birinin müqavimətin tərs qiyməti ayrı-ayrı naqillərin müqavimətlərinin tərs qiymətlərinin cəminə bərabərdir. Deməli, bu da olacaq nə uşaqlar? Paralel birləşmədə. 3. Sonra tərs qiymətin cəminə bərabər. Belə birləşdirilmiş naqillərdən cəryan keçdikdə ayrılan istiliş miqdarı bu naqillərin tam müqavimətindən tərs asıldı. Niyə? Q bərabərdir. U kvadratı bölək R vuraq tezüstürlüğünə görə tərs asıldı. Deməli, burada gələcək 1 və naqillərin gərginlikləri eyni olur. Paralel birləşmədə o sabitdir. 6-da bura gələcək. Deməli, 2, 4, 5, 3, 1, 6. 2, 4, 5, 3, 1, 6. O da A variantıymış. Sonra gəlirik 16-cı suala. 16-cı sualda nəyə baxacaq? Biri, bu səpici linzadır. Bu çökük güzgüdür. Səpici linzada gələn şüa sınandan sonra paralel yolun davam eləməsi üçün həmin bu gələn şüanın uzantısı səpici linzanın F-dən, baş fokus nöqtəsindən keçməlidir. Tamam mı? Bax, səpici linzada gələn şüa, səpici linzaya gələn şüa, bu bizim səpici linzamızdır. Səpici linza baş optik oxu budur. Bura F deyək, burada bir F deyək. 2F'dir. Təbii ki, burada 2F'dir. Gələn şüa sınandan sonra yolunu paralel davam eləməsi üçün, bax, səpici linzaya gələn şüa sınandan sonra yolunu bu şəkildə paralel davam eləməsi üçün, bu gələn şüanın uzantısı F-dən keçir. Yəni, başqa sözlə, belə deyək də, gələn şüanın uzantısı F-dən keçirsə, sınandan sonra yolunu paralel davam edir. Bax, qayda budur əslində. Gələn şüanın uzantısı F-dən keçirsə, sınandan sonra yolu necə davam edəcək? Paralel. Fikir verirəm, bu şüa gəlib sınandan sonra paralel gedib. Onda bunun uzantısı hardan keçməli idi? F-dən. Onda B nöqtəsi səpici linzanın nə idi elə? Baş fokus nöqtəsidir. Aha, çökük güzgüdə bəs şərt nədir? Çökük güzgünün baş optik oxuna paralel gələn şüa baxın. Burada güzgünü çəkəyin. Aha, bu da baş optik oxudur. Bura F-dir. Baş optik oxa paralel gələn şüa güzgüdən sınandan sonra F-dən keçir. Fikir verin, paralel gələn şüa, baxın, sınandan sonra hardan keçib? A nöqtəsindən. Onda A nöqtəsi bu çökük güzgünün nəyi olmalıdır? Çökük güzgünün A nöqtəsi elə baş fokus nöqtəsi olmalıdır. Bu da çökük güzgünün nə idi? Baş fokus nöqtəsidir. Deməli, A nöqtəsi çökük güzgünün əsas fokus nöqtəsidir. Bəli. A nöqtəsi güzgünün optik mərkəzidir, xeyr. A nöqtəsi çökük güzgünün qütübüdür, xeyr. B nöqtəsi səpici linzanın əsas fokus nöqtəsidir. Bəli, nə dedik? F-dən keçməli idi. Bu da düzdür. Səpici linzanın əsas fokus nöqtəsidir. B nöqtəsi səpici linzanın optik mərkəzidir, xeyr. Bu səhvdir. Deməli, cavab oldu 1 və 4. D variantı olacaqdır. Davam eləyək. 17-ci sual. 17-ci sual bizə nə deyir? Deyir, yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cisim üfüqü S bərabər 7 metr yolda sürətini 8 metrdən 6 metrə qədər azaldır. Sürtünmə əmsalını hesablayın. Yalnız sürtünmə qüvvəsi təsir göstərirsə, bu yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətdə yerdəyişmənin düsturu, baxın, yavaşlayan hərəkətdə yerdəyişmənin düsturu S bərabərdir. Deməli, V1 kvadratı çıxaq V2 kvadratı bölək 2 adım. Buradan A'yı tapsaq, A bərabərdir V1 kvadratı çıxaq V2 kvadratı bölək 2S deyə bilərəm. Buradan da alıram ki, 8-in kvadratı 64 çıxaq 36 bölək 2 vuraq 7. Bu da eləyəcək 2. Deməli, təcilimiz 2 imiş. Digər tərəfdən, cisimə yalnız sürtünmə qüvvəsi təsir göstərirsə, A bərabərdir müj-dir. Bax, bunu yaza bilərik. Üfüqi səthdən söhbət gedir təbii ki. Bunun səbəbi nədir? Əvəzləyici qüvvə Fs-ə bərabər olur. F əvəzləyici bərabərdir Fs-dir. Əvəzləyici yerinə M-a qoyursunuz. Bərabər edirsiniz μ-mj-yə. Bu M-lər ixtisar gedir. A bərabər olur nəyə? μ-j-yə.
Onda müyünü buradan tapsaq, müyü bərabər nəyə? A bölək J olar. A-ımız 2-dir, J-imiz də 10-dur. Olacaq nə? 0,2. Deməli, sürtünmə misalımız oldu. Neçə? 0,2. 18-ci sual. Paralel cəryanlı naqillərin verilmiş nöqtələrdə yaratdığı yekun maqnit sahəsinin induksiyasının modulları arasında hansı münasibət doğrudur? İndi paralel cəryanlı naqillər. Burada cəryanlı naqillərdə induksiyanın istiqamətini tapmalıyıq. İnduksiyanın istiqaməti cəryanlı naqillərdə sağ yivli burğu qaydasına təyin olunur. Bu qaydadır. Yəni qaydaları düşəndə sağ yivli burğu qaydası. Amma biz təyin edəndə sağ əllə təyin edirik. Bax bu bizim cəryanlı naqildir. Sağ əlimizi elə tuturuq ki, baş barmaq cəryan istiqamətində olur. Onda mənim baş barmağım, sağ əlimin baş barmağı hara olmalıdır? Yuxarı olmalıdır. Fırlanan 4 barmaqda induksiyanın istiqamətini göstərir. Bax bu tərəfdən 4 barmağım, yəni bunun sağından 4 barmağım bizdən şəkilə doğru olur. Yəni tutmağa çalışırıq da, elə bir ki bir qələm kimi düşünə bilərsiniz. Qələm əlizdədir. Cəryan istiqaməti belə deyək də, qələmin ucu istiqamətində olsun. Qələmi məsələn bu şəkildə tutun, bu çəkdiyim şəkildə yuxarı tutun. Baş barmağınızı o qələmin ucu istiqamətində tutun. Qələmin sağ tərəfində, bax qələmi tutmağa çalışın. Baş barmaq yuxarı olsun və qələmi tutun. Qələmin sağ tərəfində 4 barmaq bizdən şəkilə, sol tərəfində isə şəkildən bizə doğru olur. Bəs bizdən şəkilə doğru olanda induksiya necə olurdu? X olurdu. Şəkildən bizə doğru olanda nə olurdu? Nöqtə olurdu. Onda birinci naqilin sağında yaratdığı bizə lazımdır. Çünki 1, 2, 3 nöqtələr sağdadır. Birinci naqilin sağında yaratdığı induksiya X olacaq bütün nöqtələrdə. İkinci naqildə isə fikir verin, sol tərəfinə düşür. Onda ikinci naqilin sol tərəfində bax 3, 2, 1 nöqtələri ikinci naqilin soluna düşübdür. O nə olacaq? Nöqtə olacaq dedik ki, bəs solda necə olur? Şəkildən bizə doğru olurdu. Bu da nöqtədir. Bu isə ikinci naqildir. İndi baxıram nəyə? Maqnit induksiyası belə bir üstur var. Mü 0, I bölək D. 2 piyerdir, düz naqillərdə D ilə yazırıq. Məsafə ilə tərs I ilə cəryan şiddətinin düz asılıdır. Baxsam bir nöqtəsinə, buradakı cəryanlar eynidir. Bir nöqtəsi ki, belə deyək, birinci naqilə daha yaxındır. Tamam. Onda biri nöqtə, biri X-dir da. Birincinin yaratdığı X bizdən şəkilə, ikincinin yaratdığı şəkildən bizə doğru. Yekunu tapanda nə olacaq? Əks istiqamətdə olduğuna görə nöqtə şəkildən bizə doğru, X bizdən şəkilə doğrudur. Onda biz burada deyə bilərik ki, baxın, buranı silim, silməyək, burada dursun. Onda biz buradan deyə bilərik ki, baxın, B1 B2-dən böyükdür və yekunu tapanda necə yazacaq? B1 nöqtəsində yekun bərabərdir, B1 çıxaq, B2 yazacaq. Məsələn, B1-in yaratdığına belə deyək, B desəm, məsafə birinci naqildən D qədərdir. İkinci naqilə olan məsafə nədir? Bəs 3 dedi, onda D ilə tərs asılı idi axı. D ilə tərs asıldısa, onda B2-in yaratdığı nə olacaq? B bölü 3 olacaq da. Bunu deyə bilərik. B2-in yaratdığı bu olacaq. B2-in yaratdığı bu. Səliqəli yazaq bunu. B2-nin yaratdığı B2 ilə bərabər nə olacaq? Bir nöqtəsində B bölü 3 oldu. Çıxanda nə olacaq? Təbii ki, 3-dəki B olacaq. Bunu yaza bilərik. 3-dəki B. Və hara doğru olacaq? Bizdən şəkil müstəvisinə doğru. Təbii ki, X. 2-yə baxıram. 2 nöqtəsi 1 naqildən 2D uzaqlıqdadır. 2 naqildən də 2D uzaqlıqdadır. Onda cəryan şiddətləri eyni, məsafələr eyni, deməli bərabərdir. Və çıxıram. 2-nin 2 nöqtəsində, birincinin 2 nöqtəsində yaratdığı X-dir bizdən şəkilə. İkinci naqilin 2 nöqtəsində yaratdığı nöqtədir şəkildən bizə. Çıxıram sonunda nə olacaq? 0 olacaq. Deməli 2 nöqtəsindəki yekun sahə nəyə bərabərdir? 0-a bərabərdir. Aha, 3-ə baxıram. 3-ün 3 nöqtəsində birinci naqildən 3D məsafədədir. İkinci naqildən neçədədir? D məsafəsindədir. Onda ikinci naqilin yaratdığı maqnit sahəsi böyükdür burada. Neçə dəfə böyükdür? Özdə 3 dəfə böyükdür. Məsələn, 3 nöqtəsində, bax, 3 nöqtəsində birin yaratdığı, belə deyək də, 2-nin yaratdığına bir B desəm, 3 nöqtəsində onda 1-in yaratdığı nəyə bərabər olacaq? B bölü 2 olacaq. Onda 3 nöqtəsində yekun sahə nəyə bərabər olacaq? Təbii ki, ikincidən birinci çıxacam.
Yəni B2 çıxılsın, B1 yazacağam. B2-miz necədir? B çıxılsın, bu özdə 3 olacaq, 3 dəfə kiçikdir. Çıxaq nə? B bölək 3. Bu da olacaq necə? 3-də 2 B. Aha, deməli 3 və 1-də yekun maqnit induksiyaların ədədi qiymətləri bərabərdir. İstiqamət fərqli olacaq. 1-də bizdən şəkilə, 3-də isə şəkildən bizədir. Çünki B2 daha böyük yaradır. 2-də isə nə olacaq? 0 olacaq. Onda B1 B2-yə bərabər, B1 B3-ə bərabər, üzr istəyirəm, B1 B3-ə bərabər, B2 isə 0-dır. Deməli B2-dən böyükdür. D variantı olacaq ona görə də. Davam edəyək. Deməli 19-cu sual. 19-cu sual bizə nə deyir? Deyir sürtünməsiz üfüqi səthdə. Yəni sürtünmə qüvvəsi nədir? Burada nəzərə almayacağıq. 19-cu sualda sürtünmə qüvvəsi nəzərə alınmayacaq. M1 3, M2 1 kiloqramdır. Kütləli cisimlərə F bərabərdir 12 Newton qüvvəni itələyirik. İkinci cismin birinciyə təsir etdiyi qüvvənin modulunu hesablayın bizdən soruşur. Gəlin burada qüvvəni göstərək. Bax, F bu iki cismin ikisində təliyir. Və bu sistem bir A təcillə hərəkət edir. Bax, bir A təcillə. Hər ikisi M1-də, M2-də eyni təcillə hərəkət edir. M1-in ikinciyə təsir etdiyi qüvvə budur. F1, 2 deyəcək buna. İkincinin, M2-nin birinciyə təsir etdiyi qüvvə isə bu olacaq. Bu nə olacaq? F2, 1. Newtonun 3-cü qanununa görə birinci, ikinciyə hansı qüvvə ilə təsir göstərsə, 2 də 1-ə eyni qüvvə ilə təsir göstərməlidir. Yəni, buradan çox rahatçılıqla deyə bilərik ki, F1 bərabər nəyə? F2-yə, 1-ə. Təbii ki, ədədi qiymətləri, istiqamətlər fərqlidir. Bizdən indi ikincinin birinciyə təsir etdiyini soruşur. Mən F1 2-ni tapsam, onsuz da ikinci birinciyə təsir etdiyi qüvvəni təyin edəcəm. Bax, eyni təcillə hərəkət edir. F hər ikisini itələmir. Onda F bölək M1 plus M2. Hər ikisini cəmi bərabərdir. F1 2 hansını itələyir? Yalnız ikincini. Onda nə yazacaq bura? M2. F-i bizə veriblər 12. M1 üstəgələ M2 eləyəcək 4 bərabərdir. F1 2 bölünsün M2. Bu da 1 kiloqramdır. Buradan alıram ki, F1 2 bərabərdir 3-ə. F1 2 3 isə F2 1-də neçə olacaq? 3 Newton olmalıdır. Deməli, A variantı oldu bu da. Sonra 20-ci sual. Də nə deyir bizə? 80 metr hündürlükdən əvvəlcə birinci cisim sərbəst düşür. 2 saniyə sonra isə həmin hündürlükdən ikinci cismi şaqula aşağı atırlar. Cisimlər eyni anda yerə çatırlarsa, ikinci cisimin başlanğıc sürətini hesabla. Deməli, nə edəcək burada? Diqqətli olalım. Gəlin, bu veriləni biz şəkil üzərində göstərməyə çalışaq. Bax, bizim bu yer səthidir. Belə düşünəyin. Bura yerdir. 80 metr hündürlükdən bir dənə cisimimizi sərbəst buraxırıq. 80 metr hündürlükdən cismi 80 metr hündürlükdən sərbəst buraxırıq. Burada əlavə bir dənə cisimimiz var. 80 metr hündürlükdən əvvəlcə birinci cisim sərbəst buraxılır. 2 saniyə sonra, tutaq ki, bu birinci cisim 2 saniyə sonra burada oldu. Və bu bura çatanda bunu bura atırıq. Bir V0 sürətinə bunu atmağa başlayırıq. İndi bu cismin burada bir sürət olacaq da. V bərabərdir. JT düsturunu tapacaq. 2 saniyə sonra sürətini 20 olacaq. Deməli, bunun sürəti 20 oldu da bunu bir başlanğıc sürətinə atdıq biz. Tamam. Və bizə deyir, cisimlər eyni anda yerə çatırlar. Yəni, burada onda nə düşünə bilərik? Bax, bu cismi buraxanda bu cisim burada olur. Bax, bunun buradan bura gəlib çatdığı müddətə bir T1 deyirəm. Bunu da buradan gəlib çatdığı müddətə bir T2 deyirəm. Və T1 bərabər olmalıdır nəyə? T2-yə. Çünki bu burada olub, baxı, özdə sürət neçə olub? 20 olubdur. Aha. Gəlin görəyim, bu cisim hansı hündürlükdə olub onu tapaq. Onu da tapmaq üçün belə yazacaq. 2 saniyə cisim nə qədər? Belə deyək də, aşağı doğru düşər. Sərbəst düşən cisim. Bunu da bu düsturunu tapacağım. JT kvadratı bölək 2 ilə 10 vuraq 2 kvadratı olur 4 bölək 2. Bu da olacaq neçə? 20 metr. Yəni 20 metr aşağı düşsə bu onda nə qədər hündürlükdə oldu? 60 metrdə. 60 metrdə 20 metr belə saniyə sürətini elə bir 60 aşağı. Bunda 80 metr hündürlükdən bir V0 sürətini atmışam. İndi buna elə bir sürət atmalıyım ki, ikisi də eyni anda gəlib düşsün. Birinci üçün yazsam tənliyimi H1 bərabərdir V0, bax budur da, bu V'dir. Sanki V üstə gələk J
VT daha doğrusu düz yazaq. VT plus JT kvadratı bölü 2 yazacağım. İkinci üçün də yazsam H2 bərabərdir. V0T üstə gələk nə? Deməli JT kvadratı bölü 2 yaza bilərəm mən buranı. Bunlar belə yazaq. Deməli bu cisim neçə saniyə düşəcək ona baxıram indi. H1-i yazanda H1-i bizə verib 60 metr tapdıq. 60 bərabər sürətim 20-dir. 20 vuraq T üstə gələk. J'miz 10'dur. Vuraq T kvadratı bölək 2. Buradan alırıq ki, belə bir ifadə 60 bərabərdir 20T üstə gələk 5T kvadratı. Kvadrat tənliyi oldu bu. Hər tərəfi 5'ə bölsəm, bura 12, bura olacaq 4T, burada olacaq T kvadratı. Viet teoremidir. Buradan da çevrilmiş kvadrat tənliyi ilə gələcək. Yəni çevrilmiş kvadrat tənliyidir. Viet teoremini tətbiq edə bilərik. T kvadrat üstə 4T çıxaq 12 bərabərdir 0 deyirəm. Və buradan T1 plus T2 Viet teoremi nə deyirdi? Köklərin cəmi əks işarə ilə B-ni, hasili isə C-ni verməlidir. Yəni T1 plus T2 mənfi 4, T1 vuraq T2 isə mənfi 12 olmalıdır. Bəs onda bu neçə olmalıdır? Cəmi bax, T1 plus T2 mənfi 4. T1 vuraq T2-də nəyi verdi bizə? T1 vuraq T2 də bizə verir mənfi 12-ni. Onda birincisi T1 bərabərdir mənfi 6. Misal üçün T2 bərabərdir 2. Təbii ki, zaman mənfi ola bilməz. Onda 2-dir. 2 götürəcəyik. 2-yi tapdıq mı? Gətirib burada H2-mizi bax bu tənlikdə yerinə qoysam, H2 neçədir? 80 metrdir. H2 80 yazıram. Bax burada bax bu tənliyin yerinə qoyuram. Bax uşaqlar bu tənliyin yerinə. 80 T'miz 2-dir. 2V0 üstə gələk 10 vuraq 2'nin kvadratı bölü 2. Buradan da alarıq ki, bax buranı gəlin ağardağın. Yaxşı düşsün o. Bax bunu ağardaq gəlin belə yazağında. Yuxarıdan yazağın ki, yaxşı olsun. Bax bu düsturda H2-in yerinə 80 qoyuram. 80 bərabərdir V0 vurulsun 2 üstə gəlsin. J'miz 10'dur. 12'ye bölündə 5 düşür. 5 T'nin yerinə 2 qoyduq. T kvadratı var burada. Bax bu T kvadratıdır. Olacaq nə? T'mizdə 2 isə 4. Buradan da alıram 2V0 bərabərdir 80 çıxılsın 20 V0 bərabərdir 30. Deməli başlanğıc sürətimiz neçəymiş? 30 metr bölək saniyə sürətinə neynədik? Atdıq. Atmalıyıq ki, ikisi də nədir? Eyni anda gəlib yerə çata bilsinlər. 20-ci sualın da cavabı oldu Y variantı. Sonra 21-ci suala baxağın. 21-ci sualda bizə nə deyir? Deyir, eyni həcmli 1, 2 və 3 kubları şəkildəki kimi üst-üstə qoyulub. Yəni, bu cisimlərin həcmləri bir-birinə bərabərdir. V1 bərabərdir V2, o da bərabərdir V3-ə. Bunu deyilmişəm. Və burada üçüncü cisimin, bax, P3 təzyiqi böyükdür P2-dən, o da böyükdür P1-dən. Bunu da vermişəm. Səthə etdiyi təzyiqlər arasında münasibət verib, kubların sıxlıqları arasında hansı münasibət doğrudur? İndi nə yazalım bura? P1 üçün yazsam, kublardır, eyni həcmlidir, kublardır. Deməli, oturacaq sahələri eynidir. P nəyə bərabərdir? Mg bölək S deyə bilərəm mən buradan. Mg bölək S. S'lər eynidir onsuz da. P onda M-dən necə asıldı? Düz asıldı. Belə baxa bilərik. İndi fikir verin bura. Bax, bu iki birindən belə baxatır. Birindən 2'yə baxıram sanki. Birindən 2'yə sanki elə birindən 2'yə götürürəm. Sonra 3'ü baxacağıq. Baxsaq bura, bax bu kublar eyni kublarda, birlər eynidir. Onda bunların kütlələri eynidir. Yəni buranın kütləsi M-dir, bu kütlə də M-dir. İndi P2 P1-dən böyükdürsə, fikir verin. M-dən necə asıldı? Düz asıldı axı. Onu da deyə bilərəm ki, mən bax burada 1 ilə 3 cismi var. Burada isə 2 ilə 1 cismi var. Onda buradan belə bir şey çıxarta bilərik ki, onsuz da bunların kütləsi eynidir. Onda M3 M2-dən böyükdür ki, bu o pişi kütlə, bax bu o pişi kütlə bunun o pişi kütləsindən, yəni 1 ilə 2-nin kütləsindən böyük olsun. Ona görə 3-ün kütləsi 2-nin kütləsindən nə olmalıdır deməli? Böyük olmalıymış da. M3 böyük olmalıdır ki, M1-dən.
M1 ilə 2-nin kütləsinin cəmi 1 ilə 3-ün kütləsinin cəmindən nə olsun? Kiçik olsun. Tamam, M3 M1-dən nə oldu uşaqlar? Böyük oldu. İndi gəlirəm 1 ilə 2-yi müqayisə eləməyə. 1 ilə 2-yi müqayisə eləyəndə isə mən bura baxacağam. Bax, burada nə edəcək? Burada 3-lər var. Hər ikisində 3-cü cisimlər var. Onsuz da bu M3-lər eynidir. İndi bu P3 P2-dən böyükdürsə, onda ikinci cismin kütləsi birinci cismin kütləsindən böyük olmalıdır ki, P3 daha böyük olsun da. Onda M2 də böyükdür nədən? Belə deyə bilərik. M2 böyükdür M1-dən. Bunu da tapdıq. Qaldı bizim əlimizdə M3 ilə M2 müqayisə eləmək. M3 ilə M2-yi necə müqayisə eləyəcək? Onu da müqayisə eləmək üçün bax, deməli M3 ilə M2, M3 ilə M2 burada müqayisə eləmişik əslində. Bu M2-dir. Bunu bildik. Bildikdə M3 M2-dən böyük olmalıydı. Tamam. Deməli ən böyük kütləyə malik hansıdır? M3, sonra M2. M3 M2-dən böyüksə avtomatik M1-dən də nə olmalıdır? Böyük olmalıdır. Belə dedik. Bəs kütlə nəyə bərabərdir? Rho V deyil. V sabitsə rho onda M ilə necə asılıdır? Düz asılıdır. Əslində sıxlıq kütlədən asılı deyil. Amma V sabitsə bunlar fərqli cisimlərdir. Rho M ilə düz asılı deyə bilərik. M necə oldu uşaqlar? M3 M2-dən böyükdür, o da M1-dən böyükdür. Onda avtomatik deyirəm ki, rho 3 böyükdür rho 2-dən, o da böyükdür rho 1-dən. Bax, bu şəkildə müqayisə edəcək. Çox gözəl sualdır. Qəbula düşə biləcək bir sualdır bu. Deməli, cavabımız nə oldu? Rho 3 ən böyük, sonra rho 2, sonra da rho 1. A variantı. 22-ci sual. Verilmiş kütləli ideal qazda gedən 1 və 2 proseslərində xarici qüvvələrə qarşı görülən işin diaqramı verilmişdir. Hər iki prosesdə qaz 150 kilojol istilik miqdarı almışdır. Yəni, hər ikisində qaza eyni qədər istilik miqdarı vermişik. Q1 bərabərdir Q2-yə. Bunu bildik. Və nə qədər verib? 150. Bunu dedim sən. Və miqdar almışdır. Bu prosesləri müəyyən edin. Baxın, ikinci prosesə bir dənə fikir verin. İkinci prosesdə verilən istilik miqdarının hamısı nəyə sərf olunub? İşə sərf olunub. Termodinamikanın birinci qanunu yadımıza salağın. İzoproseslərə tətbiq edin. İzotermik prosesdə verilən istilik miqdarının hamısı görülən işə sərf olunurdu. Baxın, termodinamikanın birinci qanunu bu da delta U bərabərdir. Q üstə, daha doğrusu, belə yazağın uşaqlar, delta Q bərabərdir. Delta U üstə gələk aştırıqdır. Əslində bu o düsturdan gəlirdi. Bayaq yazdığımdan çıxartmayaq düsturda. Burada temperatur sabit olanda daxil enerjinin dəyişməsi 0 olur. Onda verilən istilik miqdarının hamısı nəyə sərf olunur? İşə. Deməli, izotermik prosesdə qaza verilən istilik miqdarının hamısı qazın işinə sərf olunur. Onda mən deyə bilərəm ki, ikinci prosesimiz nədir? İzotermikdir. Tek konstantdır. Çünki hamısı işə gedib. Daxil enerji dəyişmir. İndi birinci prosesə baxıram. Görürəm ki, birinci prosesdə 60 jol iş görülüb. Bəs qalan bu 90 jol hara gedib? O da onda daxil enerjinin dəyişməsinə. İzobar prosesdə isə verilən istilik miqdarının 0,6 hissəsi daxil enerjinin dəyişməsinə gedir. Verilən istilik miqdarının 0,6-sı. 0,4-ü isə nəyə sərf olunur? Görülən işə sərf olunur. Belə yaza bilərik. Deməli, birinci prosesimiz izotermik, ikinci nədir? İzobardır. P konstantı yəni. Birinci prosesimiz izotermikdir. Təbii ki, mən bura istilik verirəmsə, temperatur artır. Deməli, temperatur artırsa, iş görülüb də. İş görülübsə, onda həcm neyinib? Artıb. Ümumiyyətcə, həcm artanda qaz müsbət iş görür, həcm azalanda qaz mənfi iş görür. Həcm sabit qalanda iş görmür. Deməli, birinci izotermik genişlənmədir. Baxıram, A variantı deyil, B ola bilməz. İzotermik sıxılma deyil, izoxor qızma deyil. Deməli, C variantı olacaq. İkinciyə, bir dəqiqə, ikinci prosesi nə tapdıq biz? 60 jol iş görüldü. Bir dəqiqə. İkinci prosesimiz isə dedik nədir? Verilən istilik miqdarı buradan niyə belə oldu? Verilmiş kütləli ideal qaz gedən 1 və 2 prosesdə xarici qüvvələrə qarşı gördüyü işin diaqramı verilmişdir. Tamam.
Verilən istiliş miqdarı hər iki prosesdə qaza 150 kilojol istiliş miqdarı vermişik. İkinci prosesdə hamısı nəyə sərf olunub? Qazın gördüyü işə. Deməli izotermikdir. Bunu deyə bilərəm. Birinci hayır, bu 2 ilə 1-in yerini səhv salmışıq. Düzdür əslində. Tapdığımız düzdür. Bu 1-dir, bu 2-dir. Biz 2-yə demişik də izotermik proses. Üzrlü sayın. Aha. Birinci 2 elədir yaxı ona görə. Hə. Deməli, izotermik nə oldu? Genişlənmə. İkinci izotermik genişlənmədir. İkinci qrafik budur ona görə. Bəs birinci nə olacaq? Birinci istiliş miqdarı vermişəm. Daxili enerji də artıb, iş də görülüb. O da onda olacaq izobar qızma. Deməli, cavab A variantı olacaq. Bildikdə burada niyə biz səhv edirdik? Çünki birinci biz ikincini həll elədiyimizə görə, ilk ikinci həll elədiyimizə görə səhv edib burada elə bir ki, ikini birdə axtardıq ona görə. Bir, nə oldu dedik? İzotermik, üzr istəyirəm. 2 izotermik nə? Genişlənmə oldu. Bir isə nə oldu? İzobar qızma. Qapalı qabda eyni hidrogen M1, hidrogen qazı və helyum qazı var. Deməli, qapalı qabda eyni kütləli yanıb, buranı təmizləyəyin. Qapalı qabda eyni kütləli. M1 bərabərdir, M hidrogen bərabərdir, M helyum yaza bilərik bura. M hidrogen bərabərdir, M helyum. Bunların kütlələri eynidir. Birinci, ikinci kimi də yaza bilərik. Bu birincidir, bu da ikinci belə düşünəyin. Hidrogen molyar kütləsi 2-dir. Helyum molyar kütləsi isə nədir? 4-dür. Hidrogen qazının parsial təzyiqi, hidrogen qazının parsial təzyiqi, hidrogen üçün, yəni birinci üçün parsial təzyiq nə qədərdir deməli? 50 kilopaskaldır. 50 kilopaskaldır. Qabın divarlarının qaz qarışığının göstərdiyi təzyiqi hesablayın. Yəni bizim burada qabımız var. Bax, qapalı qabdır. Belə düşünəyin. Hidrogen qazı olanda bura 50 kilopaskal bir təzyiq təsir edir. Amma biz bunu qaz qarışığı ilə belə deyək də, qaz qarışığının təzyiqini soruşur bizdən. İndi hidrogen qazı üçün mən təzyiqin düsturunu yazsam, parsial təzyiq PV bərabərdir nRT və yaxud da M bölü MRT yazaram. Bax belə də. İdeal Mendeleev-Klaper yöntəmindən PV bərabərdir M bölü MRT yazdım. Bu şəkildə yazacağım. Buradan P1 bərabərdir M bölək V M RT. Bunu dedik. Və buradan alıram ki M V hidrogen qazı da 1 yazdıq bura. Hidrogen qazının molyar kütləsi 2 RT. Bunu aldıq. Buradan mən M bölək V RT bərabərdir nəyə? 50 bölək 2 bərabərdir 50 deyə bilərik. Çünki 50 biz özü şərtdə verib. Buradan onu da alıram ki M bölək V RT bərabərdir 100-ə. Bax, bunu olduğu kimi saxlayalım. Bu lazımdır bizə. Bu hidrogen qazı üçün yazdıq. İndi bəs helyum üçün yazsam nə yazacağım? P helyum, yəni ikinci bərabərdir. V M helyum, yəni 2 RT yazacağım. Buradan da bu ifadəni belə yazmaq olar. M V M2-in yerinə yazacağım 4. RT. İndi fikir verin. M bölək V RT bizə 100'ü vermirdi. Onda onun yerinə 100 qoysam 4'ə bölsəm neçə olacaq? 100 bölünsün 4 oldu neçə? 25. Baxın. Bax, bunu buna görə almışdıq. Bu ifadə eləyə bilərik. Bax, bunun yerinə 100 yazdım. Həmin o 100'ü böldüm 4'ə. Deməli, helyum qazında parsial təzyiqi neçə oldu? 25 oldu. Və burada həm helyum qazı olsun, həm də hidrogen qazı var. Hər ikisi var. Bax, bu tutaqçı hidrogendir qara ilə göstərdiyim. Bir də helyum qazı var. Hidrogen nə qədər təsir edirdi? Təzyiqinə 50 ilə. Bəs helyum nə qədər elədi? 25 kilopascal. Onda ikisinin bir yerdə elədiyi təzyiq nəyə bərabərdir? P1 üstəcək P2, bu da olacaq 75 kilopascal. Deməli, nə oldu? 75 kilopascal aldıq. Yəni ikisinin bir yerdə cəmin götürəcəyik.
23-cü sualın cavabıdır bu da. 75. Sonra davam eləyəyin. Buranı siləyim. Oldu 75. Qeyd eləyəm. 75 kilopaskal. 24. Düz xətlər hərəkət edən cismin sürətin zamanı asılı qrafiki tənliyi Vx bərabərdir 6 plus 2t şəklindədir. Bu cisim müşahidə anından keçən 3-cü saniyədə yer dəyişməsini hesablayın. Deməli deyir ki, düz xətlər hərəkət edən cismin sürətin zamanından asılı qrafiki Vx bərabərdir 6 plus 2t şəklindədir. Bu cisim müşahidə anından keçən 3-cü saniyədə yer dəyişməsini metrlə ifadə eləyin. Tamam. Buradan Vx bərabərdir 6 plus 2t'də V0'ımız 6'dır. T'nin qarşısında da duran bizə təcil göstərir və yaxud da törəməni edirsiniz. V-dən bir dəfə törəməndə təcil verir. Bəs S nəyə bərabərdir? AT biləcəyim. V0T plus AT kvadratı bölək nə? 2'dir. V0'ımız neçədir? 6'dır. 6 vurulsun 3'dir. 3-cü saniyədə. 3-cü keçən 3-cü saniyədə yer dəyişmə. 3-cü saniyə deyil. 3 saniyədə yox, 3-cü saniyə. Bu düsturun olmaz onda. N-ci saniyədə gedilən yol düsturundan istifadə eləmə. Müşahidə anından keçən 3-cü saniyədə yer dəyişməsi. N-ci saniyədə gedilən yol düsturundan istifadə edəcəm. SN. SN düsturu bax, yeniləşən hərəkətdə V0 üstə gələk A bölək 2 2n çıxaq 1 düsturunu hesablayacaq. 3-cü saniyə deyirsə, gətirib n-in yerinə nə qoyacam mən? 3 qoymalıyam. V0'ım 6'dır. V0'ım 6'dır, bəli. Üstə gələk. A-ımız neçədir? 2 idi. 2 bölək 2. 2 vurulsun. 3 çıxılsın. 1 yazacağım. Buradan da alıram. 6 üstə gələk. Deməli 1, o da 5. Mötəriz bax bura 5 eləyir, bu da 1 elədi, 5, bu da oldu 11. Düzdür, biz çox vaxtı n-in saniyənin düsturunu belə yazaraq, Sn bərabərdir A bölək 2, 2n-1. Bu sükunət vəziyyəti üçündür uşaqlar. Amma başlanğıc sürət varsa, yeniləşənsə plus qoyursunuz, V0 üstə gələk, A bölək 2, 2n çıxaq 1, yavaşlayansa V0 çıxaq yazırıq buradan. Bax, düstur oldu, düsturun çıxarışı da var təbii ki. Deməli oldu neçə? 11. Cavabımız oldu 11. Bax 24'ün də cavabı buradan yazıram 11'dir. Sonra 25. Dizel mühərrikinin karbiyatorlu mühərrikdən fərqli xüsusiyyətləri hansıdır? Dizel mühərrikinin fiyəsi karbiyatorlu mühərrikə nəzərən azdır. Xeyr. Dizel mühərriklərin faydalı şəmsalı daha çoxdur. Bəlkə də eşidibsiniz dizel yanacağına, yəni selyarka ilə işləyən maşınlar çox vaxt elə ekonomdur. Onun səbəbi nədir? Dizel yanacaqları ağır yanacaqlardır. Yəni onlar yanarkən daha çox istilik miqdarı ayrılır və belə deyək də daha çox iş görür. Ona görə dizel mühərriklərin fiyəsi karbiyatorlu mühərriklərin fiyəsindən daha böyükdür. Deməli, bir səhvdir, bir olmaz. 2. Dizel mühərrikin yanacağı karbiyatorlu mühərrikinə nəzərən ucuzdur. Bəli, dizel yanacaqları ucuzdur. Dizel mühərriki daha böyük dartı qüvvəsini yaratma imkanı verir. Bəli, dizel mühərrikləri daha böyük dartı qüvvəsinə belə deyək də malik olur. Ona görə də yük maşınları zadı, böyük avtomobillər, ağır maşınlar zadlar dizel mühərriki ilə işləyirlər. Dizel yanacağından istifadə edirlər. 3 də düzdür. Dizel mühərrikinin fiyəsi karbiyator mühərrikinə nəzərən daha çoxdur. 4 də düzdür. Dizel mühərrikinin yanacağı karbiyator mühərrikinə nəzərən bahadır. Xeyr, dizel mühərriki yanacağı daha ucuzdur da, yəni selyarkalardır. Onlar dizel yanacaqlar deyirik. Selyarkalar. Deməli 2, 3, 4. Cavab oldu 2, 3, 4. Sonra buranı siləyin. Hansı ifadə doğrudur? Maddənin kristallaşma prosesində temperatur azalır. Uşaqlar, ərimə və bərkimə zamanı temperatur dəyişmir. Deməli, bir səhvdir, bir olmaz. Temperatur dəyişmir, bəli, düzdür. Daxili enerji azalır. Kristallaşma zamanı maddənin, belə deyək də, özündən ətrafa istilik miqdarı verir ki, temperaturunu, belə deyək də, özündən ətrafa istilik miqdarı verir ki, bərkisin o.
kristallaşma zamanı, bərkimə zamanı o temperatur orada sabitdir. Daxil enerjidə nə olacaq onda? Azalacaqdır. Deməli, cavab neçə oldu? 2, 3. Hətta bunun qrafiki də var. Qrafiki belə göstərir. Bax, hər hansı bir bəş cisim götürək. Bu T-dir, bu da istilik miqdarıdır. İndi mən əksini götürəcəm. Belə düşünün də. Tutaq ki, bir buxardır. Buxar soyur, başlayır kondensasiya eləməyə. Sonra bax, buxar soyur, kondensasiya eləyir. Bura buxardır. Sonra başlayır bu. Buxar soydu. Soyur, başlayır kondensasiya. Deməli, buxar, sonra mayeyə çevrilir, kondensasiya eləyir. Sonra başlayır buradan maye eləməyə, soymağa. Bax, bu şəkildə soyur. Bu nöqtədə başlayır, tutaq ki, sudur, donmağa. Biraz pis çəkdim. Gəlin, qrafiki səlqəli çəkəyim. Yaxşı görünsün, bir dənə böyük qrafik çəkək. Vaxt az geçsin deyə elə elədim. Prosto o da yaxşı alınmadı. Deməli, temperaturdur, bu da küdür. Misal üçün, kristallaşmaya, bərkimaya çəkirəm. Bax, bura buxardır. Tutaq ki, buxar başladı, soydu. Bu nöqtədə başlayır kondensasiya edir. Bu nöqtəyə çatanda tamamilə mayeyə çevrildi. Sonra başlayır maye eləməyə, soyur. Bax, soyur. Gəldi, bu nöqtəyə çatdı. Burada başlayır donmağa. Su kimi düşünə bilərsiniz buranı. Bu donur. Bu nöqtəyə qədər bərkir. Bax, burada tamamilə bərk buz alındı. Sonra başlayır buz soymağa. Fikir verin. Bax, kristallaşma zamanı, kondensasiya zamanı nə olur uşaqlar? Temperatur dəyişmir. Ona görə 2-3 olacaqdır. Sonra uyğunluğu müəyyən edin. Deməli, reaksiyalarımıza baxaq. Sol tərəfdəki bax, nüvə reaksiyalarıdır. Sol tərəfdəki yük ədədlərin cəmi sağ tərəfdəki yük ədədlərinə bərabər olmalıdır. Sol tərəfdəki kütlə ədədlərin cəmi də sağ tərəfdəki kütlə ədədlərinə bərabər olmalıdır. İndi bir-bir eləyək. Sol tərəfdə yük ədədi nə qədərdir? 21. Birinci üçün yazıram. Bəs sağ tərəfdə 20'miz var. Deməli, bura bir x element desəm, bura 1 olacaq yük ədədi. Çünki 1 olmalı ki, toplam 21 olsun. Sol tərəfdə fikir versək, kütlə ədədi 45'dir. Burada 44'dür. Onda bunun yük ədədi də, kütlə ədədi də 1'dir. Bəs bu hansı zərrəcikdir? Həm yük ədədi, həm kütlə ədədi 1 olsun. Deməli, D variantı uyğun olacaq. Bax, x1, 1 olsun. Gəlirəm, 1'ə uyğundur onda nə? D. 2. Sağ tərəfdə deməli, yük ədədi 13'dür. Sol tərəfdə də 13'dür. Onda bura bir x desək, bunun yük ədədi 0 olmalı ki, cəm 13 olsun. Sağ tərəfdə kütlə ədədi 27'dir. Üzr istəyirəm, sol tərəfdə. Sağ tərəfdə isə 28'dir. Onda bura 1 olmalıdır. Deməli, yük ədədi 0, kütlə ədədi 1. O da neutrondur. Burada C gəldi. Sonra gəlirik 3-cüyə. Sağ tərəfdə yük ədədi 9'dur. Onda sol tərəfdə də 9 olmalıdır. Bu x deyəndə bura 1 olacaq. 1 yox, daha doğrusu 2 olmalıdır 9 olması üçün. Tənli ilə yaza bilərsiniz. 1 üstə gələ 8 çıxaq 7, yəni 2 alırıq. Burada sağ tərəfdə kütlə ədədimiz 18'dir. Bu tərəfdə də 18 olmalıdır. 14 var, onda bu da 4 olmalıdır. Bu da helyum nüvələrdir, yəni alfa şüalanmasıdır. Helyum 2, 4 olacaq. Bax, bu da oldu bizim nəyimiz? A variantımız. Deməli, 1'ə uyğundur D, 2'ə uyğundur C, 3'ə də A. Bu da nüvə reaksiyasına ait sual idi. Gəldik stoichia sualına. Nədir? Cəryan mənbəyinə 2 lampa, K açarı, rezistor və induktivlik 0,2 Henry, aktiv müqaviməti isə 2 ohm olan sarğac şəkildəki kimi qoşulmuşdur. Gəlin bunu belə eləyək. Birinci görəyim, bu paralel birləşmədir, yoxsa ardıcıl. Bax, müsbət buradır, buradan gəlir, buradan cəryan ayrılır 2-yə. Deməli, bu paralel birləşmədir. Bunu bax, biz sayda şəkilə sala bilərik. Necə, yəni dövrə kimi qursaq. Baxın. Dəqiqə. Buranı təmizləyəyin. Bax, bu hissəni təmizləyirəm. Bunun dövrəsini burada çəkəcəm. Eyni dövrəni buradan çəkəcəm. Rahat olsun deyişimiz. Buradan çəkəcəm.
ekvivalent dövrəsini çəkəcəm də şəkillə veriblər burada. Baxın, bu bizim cəryan mənbəyidir. Buradan çəkirəm. Akkumulyatordur. Bura mənfi, bura müsbətdir. Bura bir dənə K-çarı qoymuşuq. Sonra gətirmişəm. Bax, belə bir dövrə. Bura bir lampanı qoyduq. Bura bir sarğac qoyduq. Bax, bu sarğacdır. Aha, belə. Sonra bura bir dənə rezistor qoymuşuq. Müqavimətli rezistordur. Və burada bir dənə yenə təzdən lampanı birləşdirdik. Közərmə lampasıdır və belə yığmışıq. Belə bir dövrədir. Bax, eyni dövrəmizdir bu uşaqlar. Bu da K-çarımızdır. Bura müsbət, bura mənfi. Nə deyir bizə indi? Deyir, K-çarı qapadıqda hansı lampa dərhal parlaq yanar? Hansı lampa isə tədricən maksimal parlaqlığa çatar? Bunun ləngimə hadisəsi nədir? Uşaqlar, K-çarını bağlayan kimi bu birinci lampa, bu da ikinci lampa. İkinci lampa dərhal parlaqlığını, yəni maksimal həddini alacaq. Amma birinci lampa müəyyən bir zaman sərf olunacaq. Bunun səbəbi nədir? Yazırsınız ki, K-çarını bağlayanda dövrədən keçən əsas cəryan şiddəti artır. Yəni, bax, cəryan şiddəti K-çarını bağlayanda burada gəlir. Və buradan gələn cəryan, dövrədən keçən cəryan əsas cəryan artdığına görə sarğacda induksiya cəryanı yaranır. Və bu induksiya cəryanı əsas cəryanı qoymur bir anda maksimal həddə çatsın. Bu düstura görə alınırdı o. Fi bərabər eli düsturuna görə, belə yazarım, eli düsturuna görə. Aha. Sərgəli yazarım. Elidir. I artanda fi də artır. Deməli, mən K-çarını bağlayanda sarğacdan keçən əsas cəryan artır. Əsas cəryan artanda maqnisiyel artır. Belə düşünün. Əsas cəryan artanda əsas cəryan əksi istiqamətdə induksiya cəryanı yaranır və onu qoymur bir anda nədir? Maksimal parlaqlığını alsın. Yavaş-yavaş neyəcək? Artacaqdır. Sarğac olan dövrələrdə bir anda parlaqlığını almır və bir anda sönmür K-çarın içində. Səbəb budur. 29. Sarğacda cəryan şiddəti 6 amper saniyə sürətlə artdıqda yaranan EHG-nin modulunu hesablayın. EHG-nin modulu deyir, mənfi nəzərə almayacağım. L delta I bölək delta T-dir. Bizə onsuz da cəryan şiddətinin dəyişmə sürətini verib 6 amper bölək saniyə. Bu cəryan şiddətinin dəyişmə sürətidir. EHG-mizin elimiz neçə verib? 0.2. 0.2 vuraq 6 olacaq 1.2 volt. 30. Hansı zaman müddətində sarğacda sabit cəryan keçərkən ayrılan istilik miqdarı maqnit sahəsinin enerjisinə bərabər olar? Yəni, maqnit sahəsinin enerjisinə bərabər olsun. Maqnit sahəsinin enerjisinin düsturu L kvadratı bölək 2-dir. Bunu bilirəm. Digər tərəfdən sarğacdan sabit cəryan keçərkən, sabit cəryan keçsin, yəni maksimal həddinə gəlib çatsın da. Deməli, olan sarğac şəklə kimi qoşulmuşdur. K-çar rezistor və induktivli 0.2 olan aktiv müqaviməti isə 2 olan sarğac şəkildəki kimi qoşulub. Aktiv müqaviməti 2 ohm olan sarğac şəkildəki kimi qoşulub. Tamam. İndi bizim burada induktivliyimiz 0.2-dir. Tamam. İnduktivliyi bilirik. Aktiv müqavimətdə neçədir? 2 ohm olan sarğac şəkildəki kimi qoşulmuşdur. Aydındır. Buradan keçən, sarğacdan keçən, belə deyək də, cəryanı tapsaq, eybi yoxdur, cəryan heç lazım deyil. Bəs ayrılan istilik miqdarının düsturu nədir? I kvadratı R T'dir. Bundan istifadə eləyərəm. Onsuz da ilər ixtisar gedəcək. Buradan onda yazaram. Bərabər demir. Q. Maqnit sahəsinin enerjisinin yerinə L kvadratı bölək 2. Bunun yerinə I kvadratı R T. Onsuz da bu ilərimiz burada nə olur? İxtisar. Bax, getdim. Onda bizə T soruşur da. Deyək, T nəyə bərabərdir? Buradan T'yi tapsaq, T bərabərdir. Yazarıq ki, L bölək 2R. L bölək 2R. L'imiz 0.2-dir. 2 vurulsun, R'imizdə 2 veriblər. 2. Bu da olur 0.2 bölək 4. Bunu da ixtisar eləsək, belə bir faydalarıq da. Hər tərəf 2-yə bölsək, 2, bu da 0.1. 0.1-də 2-yə böləndə 0.5 saniyə. Bax, bu olacaqdır. Yəni, i orada önəmi yoxdur, çünki ilər ixtisar olacaqdır.